Nasibədə rayonunun Şərxana kəndindəyik. Şəhid Əsədov Muradın cənnətdən ötürülür, yaşına qədər qoyulur. Özü bu dünyada yoxdur, cənnətdə dünyasındadır. Biz onun mövqüyünə gəlmişik, anamız Ceylan anam, Samaşqədə gəlmişik. Ana Allah sağ səlim versin, Allah bala rəhmət etsin, uşaq olsun. Bugün Murad evin bir tək övladı idi. Bu ocağın ən gözəl sevimli babasıydı. Bugün dediklər olsun ki, ana toy mağarını qoyub balasının toy mağarını akülün etmək əvəzinə balasının bir gün gəlib cənnətdən mövqüyünə edir. Allah Muradın timsalını şəhidlərimizə rəhmət eləsin. Bugünkü Muradın timsalını şəhidlərimizə mübarək olsun. Gün gözündə hoş bir ananın yanında olur. Gəlib, Allah köməyinizi. bugün burada Muradın ömrünün şəşik verdiğini yoxdur. Ona göre ki, belə anaları, belə ataları yaddan çıxartmaq olmaz. Hər zaman bundan yazılı olmaq lazım. Ona göre ki, bunlar hər zaman bizim için büyük bir bala, büyük bir içi verir. Allah size səbir etsin, Allah size Allah rəhmət köməyində. Allah sizlərə deyilsin. Sen de güzel kardeşine rahmet eylesin. Amin. Allah ağlın başından çıktı.